şəkəriniz nizamda deyilsə, siz yeriməyi, sağlam yeriməyi axtarmayın. Mümkün deyil. Və yaxud da ki, başqa yanaşı, başqa damar problemi var və yaxud başqa problemlər var. Çünki xəstəliyin hansısa orqanın müalicəsi zamanı biz burada yerli qan dövranını yaxşılaşdırmağa çalışırıq ki, yerli qan dövranı yaxşılaşmalıdır ki, həm orada əzələlərin hərəkəti normal hərəkət eləsin, həm oynağın qidalanması normallaşsın ki, xəstənin hərəkət oxunu da osteopatik proseslə onun hərəkət oxunu düzəltməklə xəstənin hansısa yaşam tərzini yaxşılaşdırıb, kontrakturanı açıb insanın həyatını yüngülləşdirək. Əgər orada artıq şəkər öz dərmanların vaxtında atmır, diyeta saxlamırsa, o deməkdir ki, qan dövranı artıq pozulub. Aşağı ətraflarda da lap sürətlə pozulur qan dövranı. Qan dövranı pozulubsa, pozulmuş qan dövranı bizim işimizə daha da mane olan məsələdir. Ona görə də bu cür yanaşı xəstəliklərin də həlli bizim problemlərdə, bizə müraciət edən xəstələrin problemlərində önəmli, ən önəmli bir mövzudur.